dursa yığacaq şkafı. Stolumuzu yığdıq. Sabah ders sürmələri. Sabah da sürmələr. İndi tacirədə səs eləyir. Qollarım qırıldı bunlar bağlamaqdan. Hamısını yığmaq qollarım çox ağrıyır. Bura şey alarıq. Belə qoysan başına adam dəymir. Milansmatı. Yumru. Plastik. Hayır alır. Təkcə bu iki tərəfinə qoyaraq Melisa zaten. Milansmatı. Belə şeyləmə, çəkişi olma. Kürəyim dağıldı deyil. Mindoşun sumkasını yığdım. Lazım olanları. Sabah əmək dərsi var. Rəhli kağız, rəhli karton, bir də ağ karton yığdım. Qoyacağım papkaya. Bu da simyon kasıdır, qası. Qoyum. Kızlar, yeşikləri də yığdım, qəşək. Bir buraları qalmışdı, hər yerini yığmışdım. Arxalarını da vurdum. Budur. Bir də bu tərəfdə. İndi qaldı ən çətini bu. Amma ili çətin gəlir mənə. Bunu sökmək, bunun qıraqlarına vurmaq, sonra burada qıraqlara vurmaq. O arxasını vurmadım, burada durur karton. Arxalarını, bu dəmirləri vurandan sonra vuracağım. Belə başlayaq. Çəkiliş eləyə bilmirəm iş görəndə. Eləyim, qutarım, çəkəcəm. Bu da mənə kömək eləyir. Dağıtmaqla. Evet. Kağızı var, bax, instruksiya. Yox. Ok. Şaz. Uşaqlar qura bilmədi. Mən qurdum. Yenə. Bura nəsə belə dəftər zat qoya bilərsən. Bloknot. Bura balaca bir şeylər. Burada ruçka, karandaş, plastilin. Только biz belə açacağıq. Axıra qədər yox belə. Salam. Nə çıxdı göt görək. İçinə baxaq. Рисование. Красиво. İndi mən bunu öz məktəbimə aparacağım. Rəhləyərsən. Nədir? İnstruksiya. Hə, sizə pis mod yazıblar. Yazır. Oxuyarsan sonra. Burada da bizdə instruksiyadır. Yenə ki belə bəzəkli qoyublar. Aha. Açaq görək indi nə olur. Razmerində ruşka götür yaz. Lütfən. Baxın belinə. Hə, belini düz tutsun. Çox, Miloşun da razmeri Fedyanda. Nə qədər istəsən belə yuxarı ya aşağı salmaq olur bunda. Mam, bənətdə yoxsa o? Açmaq, bağlamaq buraları asandır. Görürsünüz burada da belə. Çox ağır stolda ama göz materialda. Mama, o birisi... Так, ты понял задачку? Давайте буду по одному выдавать. Держи. Опа! Держи еще. О, молодец, держи. Молодец. Последний. Держи. О, молодец, красотка. Ничего, держи.
Ой. Привет, как тебя зовут? Давай поцелуй, меня зовут Венсли. Смотри, у тебя есть ручка красного и бежевого. Смотри, походи сюда. Что сделал? Одеваетесь? Тимофей. Тебе не нарвалки, так Все следующие, все красненькие. Да. аккуратненько, аккуратненько. За ручку надо. Умница. Пойдем, сынок. Молики вот там, мальчики. Либо ты можешь накопить и купить какой-нибудь подарочек. Данные рекомендации просто нельзя. Это случай есть специальное приспособление. Супер шанс. Сейчас я вам его продемонстрирую. Оставайтесь себя. Ручки!